Bağı kürək tərəfindən bu hissədən soğub gəlib çıxıb qabaqda. Al qanı xarman atmış. Yox, qohumluğumuz yoxdur, qonşu yoxdur. Şamaxıda qətl törədilib. Kanal 10 TV Azərbaycan Qafqaz İnfoya istinadən xəbər verir ki, hadisə iyunun 29-da saat 23 radələrində qeydə alınıb. Belə ki, 1971-ci il təvəllüdlü Şamaxı şəhəri sakini Elşən Seyfioğlu Quliyev aldığı xəsarətlərdən xəstəxanada ölüb. İlkin araşdırmalarla 1994-cü il təvəllüdlü Teymur Vüqar oğlu Əliyevin şəhərin Xətay və Füzuli küçələrinin kesişməsində aralarında yaranmış mübahisə zamanı qaynatası Elşən Quliyevə bıçaqla xəsarətlər yetirməsi nəticəsində sonuncunun yerləşdirildiyi xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Bakıxanova, Şamaxı rayonu sakini, rəhmətə gedən daim. Vuran da daimin qızının əri. Bir ailədə 6 ildir daimin qızı doğulandı, belə. Ailədə həmişə söz-söhbətləri olur. Axır vaxtlar yaxın bir ay, 2 ay ərzində söz-söhbət olub, daim qızı götürüb gəlmişdi evə. Uşaqlar da gətirmişdi. Elə olub ki, daima gəlib oğlan yaxınlaşıb ki, uşağımı görmək istəyir. Daim gəlib evdən uşağı aparıb ki, bayırda görsün də, dədəsidir. Bir zabor vardı aralarında, atası. Uşaq atası ilə oynayıb, eləyib. Uşağın atası gəlib babasına uşağı təhvil verib. Daim salıb içəri uşağı, oturub tində. Oğlan gəlib daimin qoluna girib ki, bəs yoldaşımı ver, aparım evə. Daim deyib ki, mən aman zaman daimin bir qızı var, oğul övladı yox. Bir öldürməyə bilmirəm ki, qız məsələn. Elə bu deyəndə girib daimin qoluna bıçağı təliyib arxadan daimin kürəyini. Bizim adım Tahanə, Quliyeva Tahanə. Yoldaşım dünən küçədə oturmuşdu, tində. Orada dayanmışdı, biz də içəridəydik, qapı açıq idi. Uşağı nəvəm getmişdi, o gözləyirdi ki, gəlsin uşaq içəri, ona girərək. Bir də gördüm ki, nəsə səs gəldi. Səsə çıxdıq bayra, gördük ki, gəlir, bəri gəlir, qışqırıq elədik hamımız. Gördüm qanın içindədir. Dedi, ələ gəldi, qollarımın üstündə belə başımı qoydu. Dedim, mən nə oldu? Böyründən bıçaq, qolundan bıçaq. Qan yuydu apardı. Uşağımı da gətirmişdi, elə bil dişinə görə aparmadılar. Elə uşağıma hədəlirdi ki, Ayşən, başımı kəsəcəksən, dədeyi öldürəcəksən. Elə dedi, biz də inanmadıq. Dedi, indi deyir də, nəymiş bəyəm adam, el-eləyə durduğu yerdə. Bax, belə nə deyir. Rəcəb ola sudadır. Mən bilsəyəm. Bu uşaq 6 ildir gəlin gedir, evin bax, arxa hissəsində də qonşudular. Evin arxa hissəsində. Bu uşaq 6 ildə 6 gün görmür. Oğlanla hər dəfə döyüb, söyüb. Axırıncı dəfədə bu uşağın dişi ağrıyıb, aparmayıblar. Atası deyib ki, gəldi uşağım da, hamı atadandır. Aparım mən həkimə. Həkimə də gedəndə bir dəfə ilə diş çıxartmırlar. Deyib malicə olunmalıdır, gedib gəlməlisən də, hardasa 3 gün, 4 gün gedib gəlməlisən. Onun üstündə bir qırğını salıb ki, niyə atla qoşulub, sən həkimə gedirsən. Onun üstündə. Belə uşağı hədəlir ki, səni öldürəcəm, qəbristanlıqda birini aparıb başını kəsdirək, səni də başı yerə kəsəcəm. Bunun üstünə cumub, atası bədbaxt çıxıb qabağına. Ata da oturmuş tində bir də burada. Gəlib oturub yanında, deyib ki, kürəkənim oturdu yanımda. Elə müqsə elə bir ki, Allah, elə bir ki, uşaq baş Allahdan kimi. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 121-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Teymur Əliyev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub. Hazırda istintaq davam edir.